Bismillahirrahmanirrahim. Veşşemsi ve duhaha. And olsun güneşe ve onun saçdığı şəfəqə. Vel qamari izâ telâhâ. And olsun ondan sonra zuhur eden aya. Ven nehâri izâ cellâhâ. And olsun güneşi açıqlığa çıxardan gündüzə. Vəl-leyli izâ yağşâhâ. And olsun güneşi bürüyən gecəyə. Vəs-semâi və mâ benâhâ. And olsun göyə və onu qurana. Vəl-ardı və mâ tahâhâ. And olsun yerə və onu döşəyənə. وَنَفْسٍ وَمَا سَوَّاهَا. And olsun nəfsə və onu yaradıb kamilləşdirənə. فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا. Ona günahları və Allahdan qorxmağı təlqin edənə. قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا. Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. وَقَدْ خَابَ مَنْ دَسَّاهَا. Onu günaha batıran isə ziyana uğramışdır. كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا. Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi. إِذِ انبَعَثَ أَشْقَاهَا. Onların ən bədbaxtı dəvəni kəsməyə qalxdıqda, فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا. Allahın elçisi onlara dedi ki, Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın. فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُمْ بِذَنبِهِمْ فَسَوَّاهَا. Onlar isə Peyğəmbəri yalançı sayıb dəvənin diz vətərini kəstilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə yeksan etdi. وَلَا يَخَافُ عُقْبَاهَا. Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz.